İkinci Dünya Muharebəsində 1941-45-ci illərdə Böyük Vətən Müharibəsində və bu müharibədə Alman faşizminin, Hitler faşizminin üzərində qələbə çalınmasında Azərbaycan xalqının da, Azərbaycan Respublikasının vətəndaşlarının da Azərbaycan Respublikasında böyük rol olmuş. Qələbə günlərlə əlaqədar yetişmişik bura. İnanımdan xahiş edirəm, şəhidlərimizin anını edib, bir dəqiqə şükürlər. Çok sağ olun. Yani o tarihi bilen danışar onun hakkında. Şimdi kimisi danışsın. İlk önce Şahin müəllimə söz verək danışsın. Sonra kimisi Şahin müəllimə. Hörmətli xanımlar, veteran qardaşlar. Ürəli hamınızı salamlayıram. Bildiyiniz kimi bu günləri Zəfər bayramımızdır. Böyük Vətən müharibəsinin 80 illik il dönümüdür. 80 il bundan əvvəl 9 mayda 1945-ci ildə Böyük Zəfər bayramı keçirilmişdir. Məlum olduğu kimi 1941-ci ildə faşist Almaniyası müharibə elan etmədən Sovet Seriyası Sosial Respublikası ittifaqına uzun geçmişdir. O vaxt biz Gürcü Respublikla bərabər SSR-nin tərkibindəydik və başqa xalqlar kimi, başqa respublikanın vətəndaşları kimi Azərbaycan Respublikasının vətəndaşları da bu müharibəyə qoşulmuşdular və demək olar ki, hamı bir nəfər kimi həm ön cəbhədə, həm arxa cəbhədə səfərbər olmuşdur. Müharibə dövründə 41-45-ci illərdə Azərbaycan vətəndaşlarından, soydaşlarımızdan 10 mini qadın olmaqla 650 mindən çox vətəndaşımız müharibəyə səfərbər olub yollanmışdır. Və istər ön cəbhədə, istər də arxa cəbhədə vətəndaşlarımız, soydaşlarımız şücaət, qəhrəmanlıq göstərmişdilər. Və demək olar ki, müharibədə işlənən istər tank, istərsə də samolyotların demək olar ki, 80%-dən işlərindən yanacağının çoxunu Azərbaycan nefti vermişdir. Bizim Böyük Vətən müharibəsində demək olar ki, soydaşımız qəhrəmancasına həlak olmuşdur. Onlardan 139 nəfər o vaxtın ali, ən yüksək ali adı olan Sovet İttifaqı qəhrəmanına layiq görmüşlər. 30 nəfər şərəf ordeninə, 170 min əskər və zabitlərimiz isə müxtəlif orden və medallarla təltif olunmuşdular. Göstərdikləri qəhrəmanlar içərisində hamımızın tanıdığımız, yəqin çoxları bilirsiniz, 2 dəfə Sovet İttifaqı qəhrəmanı Həzli Aslanlıoğlu, İslafil Məmmədoğlu, əfsanəvi partiyadan Mehdi Hüseynzadəni nümunə çəkmək olar. Demək olar ki, 80 il keçməyə baxmayaraq, Böyük Vətən müharibəsi iştirakçıları daima Azərbaycan xalqının qəlbində yaşayır və onların əziz xatirəsini həmişə yad edirlər. Diqqətinizə görə sağ olun. Əziz növbətlərlə hörmətli vali qardaşlarımız, hörmətli başlarımız, hər birinizi salamlayıram, hər günkü möhtəşəm tələbə münasibəti ilə xalqımızı təbrik edirəm. Arzu edir ki, bundan sonra da səfər qələbəmiz həmişə tarixi yaddaşların çevrilsin, yaddaşlardan silinməz olsun. Həqiqətən də Abdullah Şahin burada o tarixə nəzər saldı. Böyük Vətən müharibəsi xalqımızın həyatında çox böyük bir tarixi hadisədir. O vaxtı Azərbaycan 15 müstəqil respublikalardan biriydi və SSR hamımız üçün doğma vətən hesab olunur və hər birimiz o dövlətin pasportunu özlərimizə gəzdirirdik. Əlbəttə, vətəndarda olanda vətənin qeyrətli oğulları, qeyrətli qızları, vətəndaşları həmişə vətənin müdafiəsinə öz sinəsini sifər şəhərləridir.
vətən yolunda şəhid olmamız özü üçün müqəddəs borc hesab etməlidir. Azərbaycan xalqı da, Azərbaycan dövləti də bu müharibədə böyük qələbə gəncə nümayiş etdirildi. İrəli Mətin oğul və qızlarımız bu müharibədə mübarizi nümayiş etdirdilər və əldə olan qələbənin əldə olunmasında şübhəsiz ki, xalqımızın da, dövlətimizin də böyük vəziyyət oldu. Bakı nefti İbraki qələbənin təməlini qoydu. Bir daha hər birinizi bu tarixi qələbə münasibətilə təbrik edirəm. Xalqımıza, dövlətimizə bundan sonra da gələcək fəaliyyətində uğurlar arzulayıram. Çox sağ olun. Bir söz verək, idarə heyətimiz neymiş lazım? Mən də hamınızı salamlayıram. Əvvəlki yoldaşlar izah verdi. O Böyük Vətən müharibəsinin başlanğıcını və qələbəni. Mən bu günlərim, yəni həmən müharibəni eşitmiş, sərizdə özüm də özümüzün müharibəmizdə iştirak etmiş bir yoldaşam. Həmən müharibədə yəni çox eşitmişdim, danışırdı evdə də. Rəhmətli atam özü o döyüşlərdə iştirak edib, müharibə veteranı olmuşdur. Bəli, o qələbə hamının qələbəsi olmuşdur. Lakin bizim qəhrəmanlıq göstərdiyimiz nümunələr, oradan gələn nümunələr olub və 2020-ci ildə bu qələbəni biz özümüzdə, öz vətənimizdə layiqli dadını dadmışıq da, belə deyək. Allah şəhidlərimizə qəni-qəni rəhmət eləsin. Bu günlərim, bəli, Azərbaycan xalqı, Azərbaycan dövlətində yaşayan bütün o yoldaşlar, vətəndaşlar, öz vətənini sevənlər, öz vətənini həmişə qəhrəmanlıqla müdafiə edəcəklər, qoruyacaqlar. O vətən müharibəsində iştirak edən yoldaşlara da mən olmuşam həmişə yanında yüksək, yəni hər şeyi veriblər. Hətta o dünyasını dəyişəndən sonra anama da onun güzəştlərinin hamısını həvalə eləmişdilər sonuna qədər. Allah rəhmət eləsin şəhidlərimizə də, o müharibədə iştirak edən bütün Azərbaycan soydaşlarına da. Sağ olun. Bizə söz verək bizim mağlubimiz və fərqimizimiz şəhid qardaşı Aydan. Ben de hamını salamlayıram ve bu müharibenin 1941-45 ilin muharebesini bizim Azerbaycan'da çok iştirakçılar olub. O cümlədən mənim atam da iştirak edildi. 41-ci ildən 45-ci ilə kimi yaralanmışdı. Mən nə deyə bilərəm? Allah şəhidlərimizə rəhmət eləsin və bu qələbəni biz 2020-də biz özümüz qələbə çaldıq. Mənfur erməni qonşularımızın üzərində. Və mən fəxr edirəm ki, bu 44 gün müharibədə mən də iştirak elədim və mən də bu qələbədə mənim də töhfəm olubdur. Azərbaycan igid oğlanlarına eşq olsun. Allah cəmi şəhidlərimizə rəhmət eləsin. Sağ olun. Bizə söz verək cümümüzümüz də Sabah dur bir təsəl. Merhaba, salam, hər vaxtınız xeyir, əziz veteranlar, qazilər, qardaşlar. Bu günlərimi doğrudan da hər birimizin qürurla, fəxrlə qələbə çalmağımızın o dövrdə, istili dövründə olduğu kimi bugünkü gündə də biz mənfur düşmənlərin üstündə qələbə qazanmışıq. Və bugünkü gündə 80 illik münasibəti ilə bir daha hər birimizi təbrik edirəm. O dövrdə təbii ki, bizim hər birimizin, hər birinin evindən müharibədə iştirak edib. Hər halda mənim atam az yaşı olsa da, babam, həm ana babam, həm ata babam müharibədə iştirak eləmişlər. Təbii ki, bir mənim yox, hər bir ki, Şahid mənim də vurğuladı, Qənimət mənim və digər veteranlar, qardaşlar da vurğuladılar ki, bəli, o dövrdə bizim SSR-nin Sovet İttifaqı qəhrəmanları çox olmuşdu ki, sayını hətta Şahid mənim də qeyd elədi. Və şükürlər olsun ki, bugünkü dövrdə də bizim özümüzün döyüşlərdə şücaətli göstərişlərimiz, bizim Azərbaycanımızın milli qəhrəmanı olanlarımız da çoxdur. Və bu döyüşdə biz də qalib olaraq nəhayət ki, düşmən olan erməni faşistlərinə biz də qələbə çaldıq, biz də qürurla, fəxrlə hər bir yerdə alnı açıq, üzü ağ
iştirak edirik ki, bizim həm xanımlarımız, həm cənablarımız, hansı ki, döyüşlərdə müvəffəqiyyətlə iştirak elədi. Hətta Arısta xanımı mən istəyərdim təqdim edim ki, o da qəhrəmanlıqsının şəhid olmuşdur və Azərbaycanın milli qəhrəmanı adına layiq görülmüşdür. Və onunla bir yerdə bir neçə xanımlar var ki, onlar da şəhadətə uğramışlar və onlar da bizim bacılarımız olaraq hər birimizin qəlbində fəxrlə, qürurla yaşayır. Və mən hər birinizi bir daha bayram münasibətilə təbrik edirəm. Hər birinizə can sağlığı, daim qələbədə yaşayaq. Daim qalib biz olaq, zəfər bizimlədir. Sağ olun, təşəkkür ederim. Azərbaycandan çox kömək edirəm, nefti ilə mi, öz gücü ilə mi, qəhrəmanlığı ilə mi. Bir də sahib etlərində düzdür, mən tarixdən bilmən olmaq faktiki bildiyim qədər qəhrəmanlar içində ən çox qəhrəman Azərbaycan qəhrəmanları olur. Hər yerdə də şücaətini göstərdi və yaxud olsun, və yaxud bəzi ölkələrdə yanğınla əlaqədar avtobuslarda özün salıb neçələrə çıxardan, yəni ciyarlı, ürəkli, qəhrəman varsa da Azərbaycan. Və indi tədbirimizdən əlaqədar qızlar danışmaq istəmir, çox sağ olsunlar gəliblər. Xanım da sizi danışmaq istəmir. Çox sağ olsunlar, bizim də belə fəxri üzvlərimiz var, həm veteranlar, döyüşüklər. Gələdiyənizə görə sağ olun. Dəstəyə görə də çox sağ olsun, şirkətlər, çox sağ olun. Onu bir daha təbrik edirəm. Fəxri eşimiz, yəni belə varı. Fəxri eşimiz Azərbaycanlıyıq. Ən əsas oldu. Biz də beləyik və fəxri eşimiz Azərbaycanlıyıq. Çox sağ olun, bir daha 9 may faşizm üzərində qələbə günüdür. Həmin tarixi qələbədən 80 il ötür. 1939-cu il sentyabrın 1-də başlanan 2-ci Dünya müharibəsi Sovet İttifaqı üçün ciddi təhlükə mənbəyinə çevrilmişdi. İlk gündən Alman qoşunlarının SSR sərhədlərinə yaxınlaşması ölkənin qərb istiqamətində mövqeyini möhkəmlətməyi tələb edirdi. Ona görə ki, Hitler Almaniyasının işğal planında Azərbaycan, xüsusilə Bakı neftinə görə önəmli yer tuturdu. İkinci Dünya müharibəsi illərində Azərbaycanda neft məhsullarının etibarlı istehsalını təmin etmək üçün 50.000 kilovata yaxın yeni elektrik enerjisi gücü istifadə edilir. Bakı neftini ələ keçirməklə şərqdə islah planını reallaşdırmağı hədəfləyən faşist Almaniyası növbəti mərhələdə Sovet İttifaqı ölkələri üzərində qələbə qazanaraq İran körfəzi və Hind okeanına qədər əraziləri zəbt etməyi düşünürdü. Beləliklə, Almaniyadan asılı olan Böyük Türkistan dövlət yaradılacaqdı ki, onun da tərkibində Şimali və Cənubi Azərbaycanla yanaşı Orta Asiya, Qazaxıstan, Başqırdistan, Tataristan, Krım, Şimali Qafqaz, Qərbi Çin və Əfqanistan olmalıydı. Ancaq nəticə gözlənilən kimi olmadı. Doğrudur, müharibənin gedişində qüvvələrin qeyri-bərabərliyi faşist Almaniyasına üstünlük qazandırsa da, sonrasında Sovet İttifaqı ölkələrinin birləşməsi vəziyyəti tamamilə dəyişdi. Qələbənin əldə olunmasına Azərbaycanın müstəsna olaraq var. Azərbaycanlı çağırışçı və könüllülərdən formalaşdırılan 77, 223, 336, 402 və 416-cı milli atıcı diviziyaları Qafqazdan Berlinədək şanlı döyüşlər keçib. Həmin dövrdə Bakı əsl qəhrəmanlıq nümunəsi nümayiş etdi. Yaşasın Azərbaycan. Milletimiz ak yolcusu, hakkınızı dönen değil, bayrağımız İsrail'lidir, yükseldi sen.